Gəlin həddindən artıq alkoqolun bağırsaqlarınıza nə etdiyinə qısaca nəzər salaq. Alkoqolun zərəri deyəndə yəqin ki, hamımızın ağlına ilk qaraciyər gəlir, düzdür. Amma görünən odur ki, problem əslində daha tez, özü də tamamilə başqa yerdə, yəni bağırsaqlarımızda başlayır. Deməli, birinci məsələ. Zərər heç gözləmədiyiniz qədər sürətlə baş verir. Təsəvvür edin, siçanlara cəmi 3 gün yüksək dozada alkoqol veriblər və nəticə, cəmi 3 saat keçməmiş onların nazik bağırsaqlarında iltihab və zədələnmə başlayıb. Cəmi 3 saat. Yaxşı, bəs bağırsaqdakı bu problem niyə bu qədər ciddidir? Bax, bu da ikinci məqam, sızdıran bağırsaq məsələsi. Bağırsağınızın divarlarını bir qala kimi düşünün. Alkoqol o qalanın divarlarını zəiflədir və zərərli bakteriyalar, toksinlər qana sızmağa başlayır. Bəs bu toksinlər qanda ilk hara gedir? Əlbəttə ki, qaraciyərə. Və son olaraq, işin ən maraqlı tərəfi odur ki, bədənin özü də vəziyyəti pisləşdirir. Bədən kömək üçün neytrofil adlı immun hüceyrələrini göndərir. Amma onlar kömək əvəzinə ətrafa yapışqan torlar atırlar. Bu torlar zərərli şeyləri tutmalı olsa da, bu prosesdə sağlam toxumalara da zərər verirlər. Yəni, qısası, bu araşdırma onu göstərir ki, bir neçə günlük içki belə bağırsaqları zədələməklə qaraciyər üçün təhlükəli bir prosesi dərhal işə salır.